Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlərin Baxtası kitabında 27. bölümü devam edirik. Sıra sayında 243-cü hədisdə ikinci səfər götürmüşdük. Əbu Hüreyrə radiyallahu anh'a gələn hədisdə Allah'ın Resulü sallallahu aleyhi ve sellem demişti ki, Müslümanın üzərində olan haqqı 5'tir. Salama cavab verməsidir, xəstəni ziyarətidir, cənazəyə tabi olmaq, dəvətə cavab vermək, asqırını təşmit eləmək, yəni elhamdülillah deyərsə yarhamukallah deməkdir. Başqa rivayətdə gəlmişdi ki, müsəlman üzərində olan haqqı 6'dır. Onunla görüşdükdə salam ver. Müsəlmanla görüşdükdə salam ver. Səni dəvət edib çağırdıqda cavab ver dəvətinə. Səndən nəsihət istədikdə nəsihət edəginən, asqırıb Allaha həmd elədikdə, fəşəmmitu, yəni ki, denən yarhamukallah. Xəstələndikdə onu ziyarət elə, öldükdə tabi ol, yəni ki, cənazəsinə. Biz bunun birinci salama cavab vermək götürmüşdük. Xəstənin ziyarətində götürmüşdük, cənazəyə tabi olmaqla. Dördüncü haqq olaraq dəvətinə cavab vermək. Müsəlmanın qardaşı üzərində olan haqlarından da biri odur ki, onu dəvət etdikdə ona cavab verməsidir. Dəvətə cavab vermək şəriətlə icazəlidir. Bu alimlər arasında ixtilaf yoxdur. Fîmən ələm bildiyim, İbn Semiyyə bildiyimiz budur. Əgər dəvət edən kəs müsəlmandırsa da, günahını açıqda eləmirsə də, həmin dəvət elədiyi yerdə asilik şamil olmamalıdır. Yəni, daşım olmamalıdır gedəcəyin yerdə. Və yaxud da ki, onu uzaqlaşdırmağa insanın imkanı yoxdur. Çağırıb, orada asilik var, sən onu uzaqlaşdıra bilməyəcəksən, oraya getsən. İnkar edeməyəcəksən. Qəlb inkarı yox, dil və əl inkarından söhbət gedir. وَلَكِنَّهَا لَا تَجِبُ عِنْدَ جُمْهُرُ الْعُلَمَاءِ إِلَّا فِي دَعْوَةِ الْعُرْسِ. Alimlər deyirlər ki, evlilik, belə toy dəvətindən savay olan dəvət nədir? Vacib deyil. Bir də vacib olan səni biri dəvət edir, toya vacib olaraq getməlisən. Yəni, birinci səfər evlənir və birinci günüdür. Birinci səfər və birinci günüdür. Bu halda dəvətə həmin qalıqda keçən şərtlərin yerində olarsa da dəvətə cavab vermək vacib olur. Yəni, orada asiliklər zadlar olmamalıdır, münkar olmamalıdır. Həmçinin dəvət edən kəs, səni dəvət edən kəs müsəlman deyilsə də, onun dəvətinə cavab vermən vacib deyil. Yəni, bir kafir səni dəvət edib. Cavab vermək vacib deyil. Əksinə, heç icazə əldə edilir sənin üçün. Yalnız məsləhət olarsa da. Nə məsləhət? Məsəl üçün, ümid olunur ki, İslamı qəbul edə bilər o insan. Sən oraya getməyə, dəvətə cavab verməyinə görə İslamı qəbul eləmək ümid olaraq və yaxud da ki, qəlbini İslama sindirmək olaraq işdirirsən qəlbini İslama, yəni bu niyyətlə belə bir ehtimal varsa da, bu halda müsəlman olmayan kəsin dəvətinə cavab verməkdə heç bir işgal yoxdur. Çünki Peyğəmbər s.ə.v Yahudinin çağırışına, dəvətinə cavab veribdir Mədinədə olarkən. Yeməyə çağırıb Peyğəmbər s.ə.v gedibdir. Əgər dəvət edən kəs günahı aşkarda edən müsəlmandırsa da, məsələn, saqqalını qırxır, sigaret çəkir açıqda, bazarlarda, insanların içində və bundan başqa olan haram şeyləri edirsə də, bu halda da onun dəvətinə cavab vermək vacib deyil. Lakin məsləhət olarsa da, onda cavab verirsən. Məsələ məsləhət məfsədiyə qayıdır. Məsləhəti çoxdursa da, bu halda cavab verirsən. Əgər yox, məsləhət yoxdursa da, onda bax. Yəni, onun dəvətinə cavab verməmək. Belə ki, o kəs görəcəkdir ki, yəni məsləhət var ki, cavab verməyəsən. Görəcəkdir ki, insanlar ondan uzaqlaşıbdır, çağırır, insanlara gəlməyir. Bu şeyi gördükdə ki, onun dəvətinə cavab vermirlər və tövbə edib qayıdacaqdırsa da,
Bu halda onun dəvətinə cavab vermək, ola bilsin Allah təala ona hidayət verər, təsirlənər. Amma yox, fayda yoxdursa da, sən seçim qarşısına. Sən getsən getmə. Günahkar müsəlman səni günah olmayan yerə dəvətə çağırarsa da, toya, məsəl üçün, çağırarsa da. Yaxşı. Amma çağırdığı dəvətdə münkar varsa da və insan onu dəyişməyə qadirdir, onda o insana o dəvətə cavab vermək vacibdir. Münkar olan yerə çağırır səni. Məsələn, gedəcəksən, onu dəyişəcəksən. O münkarı. Onda vacibdir getmə. Dəyişə biləcəksən axı. Bu iki tərəfdəndir. Birinci tərəfi münkarı inkar eləmək olacaqdır. İkinci tərəfi isə qardaşın dəvətinə cavab vermiş olacaqsan. Əlhamdülillah. Məsəl üçün, bu toydursa da, toyda məsəl üçün birinci gündürsə də bu halda olur. Amma dəvətdə münkar var, sən onu dəyişməyə qadir deyilsən. Mesela orada sigaret içecekler, sulu kalyan içecekler. Təsəvvür ki, sulu kalyan, sigaret bu şeyler değil, içki miski değil. Euzubillah, yani lanet olan məclis, içki məclisi. Yani İbn Sina sigaret çəkilən yerdən danışır. Sulu kalyan çəkilən yerdən danışır. Orada mesela haram olan nəğmələr var. Haram olan nəğmə ne deyir? Çünki nəğmə şeirdən ibarət. Musikası yoxdursa da, alətlər qoşulmuyorsa da, deyilən söz şeirdir, sözdür. Yaxşıdır, pis. Ona görə burada deyir ki, haram olan nəğmə. Bu halda sənə orada cavab vermək, onun çağırışına caiz deyil, sənə icazəli deyil. Demək, orada sigaret çəkirlər, sulu qalyan çəkirlər, haram olan, muzika var belə deyək, getməməlisin. Elm əhli deyibdir ki, əgər dəvət edən kəs bir yerdə insanları yığıb orada münkar edib qoyub, münkar var, inkar olması şey vardır. Başqa yerdəsə yoxdur, səni dəvət elədiyi yerdə yoxdur. Olur da elə ki, bəziləri şənli evi götürür, orada bütün haramlar edirsə, başqaları nəsə gəlməyənlər isə başqa yerdə təyin edir görüşü. Ki, yəni siz də filan yerə gəlin. Belə şeylər olur yəni. Bu halda xüsusən də həmin dəvət edən kəs sənin qohumundursa da, əgər sən onun dəvətini tərk edirsənsə də, bu qohumluq əlaqəsini kəsməyə aparıb çıxardırsa da, onun bu halda dəvətinə cavab verməkdə heç bir işgəl yoxdur. Səni haram olan yerə aparmır, amma münkarı var da sən ona. Qohumdursa da tərk eləmirsən. Amma uzaqsa tərk edə bilərsən. وإن كان الهجر يترتب عليه ترك هذه المعصية فهجر. Əgər sənin tərk eləmən bu günahı, sənin ondan uzaqlaşmağın, bu günahın tərk eləməsinə səbəb olursa da, o insan bu günahı tərk edir, onda getmə, tərk elə onu. Eləsən, bilsən ki, onu tərk edəcək. Yəni, məsəl olaraq, ləv dəəkə qaribik, sənə qohumun sənə dəvət elədi. Və sən də bilirsən ki, dəvət elədiyi yerdə haram var. Ona deyirsən ki, mən sənin dəvətinə yalnız bu şərtlə cavab verərəm. Nə şərtlə? Yəni, haramı oradan yığışdırmaqla. Qəbul edərsə cavab verginə. Amma ısrarlı olsa haram şeyin orada olmasına, onda cavab vermək getmə. Çağırı şənli evinə araq var, içki var, o var, bu var. Məsələn, evdə həyat fərq eləmir. İndi harada yığıncaq haram yerlər var. İçkisindən tutmuş, muzikasından tutmuş, qadın kişi qarışıq bir yerə getmə. Cavab vermək genə. Çünki haram o yerdə iştirak eləmək, insan təkcə onu qəlbi ilə inkar eləməsi kifayət eləmir. Getdim qəlbimlə inkar edirəm, yox. Qəlbinlə inkar ediləsə, orada qalsan, sən də onlarla o günahı daşımış olursan. Şəriklik sayılırsan onu edənlə. Deyəsən, mən eləmirəm, şöyle demə, bu getmişim, yox. Sən də şəriklisən ona. وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنَّ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدْ مَعَهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ. Allah Teala diyor ki, Allah size kitap nazillədi, Kur'an nazillədi. Orada eşitsəniz ki, Allah'ın ayələri küfür olunur. Allah'ın ayələri istehza olunur. Onlarla oturma. Hatta başka şey danışana kimi. Yani küfür olmayan, Allah'ın ayələrlə istehza olunmayan, küfür olmayan başka şey danışana kimi. Otursanız onda siz de onlar kimisiniz. Ki ne deyir? Siz de onlar kimisiniz. Bu dəvətə cavab verməyin nə idi? Hökmüydü. Bu haqlar, hansı ki Peyğəmbər s.ə.v bunu bəyan eləmişdi hamısını,
insanlar bir-birlərindən bunu yerinə yetirsələr, onlar arasında sevgi, məhəbbət, bağlılıq olacaqdır. Qəlblərində olan o kin, güdrət gedəcəkdir. Bir-birləri olan kinlər, kürət, nifrət gedəcəkdir. Bu nə idi? 4-cü haqq idi. Sonra 5-ci haqq gəlir. Qalsın 5-ci haqqda gəlin sonra götürək. Allah təala istərəm ki, bizə istifadələr diləsin.